Hamı yəqin ki, latte necə hazırlandığını bilir. Espressonu dəmləyirik, südü köpürdürük, sonda birləşdiririk və voila, latte hazırdır. Bəs espresso ilə südü qarışdırıb köpürsək necə olar? Daha yaxşı, daha pis, bilməyin bir yolu var. Eksperiment üçün 2 latte hazırlayacağam. Əslində bu ideya mənə südün köpürərkən necə hərtərəfli şəkildə dadının müsbətə doğru getməyindən gəlib. Süd köpürtülərkən qatılaşır, şirinləşir. Görün bu xeyrəli espresso ilə birlikdə köpürtüləndə də eyni qalacaqmı? Birincisi normal latte hazırlayıram. Espresso, köpürtülmüş süd, sonda birləşdiririk. İkincisi eksperimental latte olacaq. Süd və espressonu birləşdirib sonradan köpürdəcəyik. Nəticə gözlədiyimdən daha yaxşı oldu. Bu drinkə baxanda adam lap içmək istəyir. Ən birinci bu lattedən başlayaq. Bunun dadını bazavaya götürək, bunun dadını ona uyğun baxaq. Gözlədiyimiz qəşəng latte. Dadından qabaq iyisi çox maraqlıdır. Dəlbaba bildiyimiz kafein marojnaların iyisini verir. Yəni belə birbaşa o idi. Yəni o yan bu yan yoxdur. Dadı da görə o dadı verirmi? Çox qəribədir. Deməzdim ki, hansısa bir-birindən daha yaxşıdır. Buna daha öyrəşmirəm. Bu kofenin daha kompleks dadını ortaya çıxardır. Bu təbii ki, qarışdırdığımız üçün biraz kokteyl dadını verir. Amma yəni gözlədiyimdən daha yaxşı nəticə verir. Yəni nə zamansa marağa kofeni belə də içmək olar. Daha çox kofe kontenti üçün məni izləməyi unutmayın.